Gəlib zala girən zaman bədəni yükləmək olmaz. Hər bir şeyi asta-asta yüngül çəkin eləmək lazımdır. Və üstə gəl də ki, bu müddət yatmış bədən, yəni ki, neçə vaxtlardır, neçə aydır məşq eləməyən bədənə hansısa bir problemin varsa, hansısa bir xəstəlik olubsa və səbəbi nədən olubsa dayanmağın, idmanın, bu haqda trenerə məlumat verməlidir. Qarışıq hərəkətlər niyə verməlidir? Bütün bədən əzəlilərini asmaq üçün. İlk gələn günü proqram istəyirlər ki, mənə sırf sinə ilə qolun qabağı proqramı ver. Amma neçə aylardır məşq eləmir. Və bunun da sonradan fəsadlar olur. Niyə? Bədəndə ağrı deyilən, sonradan xamlıq deyilən bir şey var. Əgər sən tək ilk gəldiyin gün sinə ilə qolun qabağı hərəkət eləsən, səndə xamlıq olacaq sırf qolun qabağı ilə sinə əzələsində. Və növbəti məşqçisi ilə qolun arxası işləyən zaman olacaq onda ağrılar. Bu ağrılar da hərəsi 4 gün, 5 gün davam edəcək. Və bunun da ağrıları uzanacaq. Yəni, proqram ilk gün proqram olmaz. İlk gün bütün hərəkətlərdən biraz eləmək lazımdır. Bütün hərəkətlər deyəndə 7-8, hər əzələyə 2 dənə hərəkət işləmək lazımdır. Onu da ancaq yüngül çəkilərlə və sayı çox olmamaq şərti ilə. Çünki bədənə birdən yüklənmə gəlib, elə yüklənmə dedik, yüngül çəkilərlə yüklənmə gəlib, ağrılar, xamlıqlar birdən gəlsin, hamısı birdən çıxsın. Və idmana gəlib gedən zaman, sabah günü ağrılar bədəndə oyanan zaman və o ağrılar ola-ola evdə oturmaq olmaz, evdə yatmaq olmaz və məşqdən qalmaq olmaz. Mütləq sabahı ya da birisi gün, məşqdən bir-iki gün sonra idmana davam etmək lazımdır. Çünki bədənin ağrıyırsa, o ağrıları tez keçməyini istəyirsənsə, mütləq gəlib eyni hərəkətləri eləməlisən ki, bədən yavaş-yavaş açılsın. Yoxsa sən yatdıqca bədənim ağrıyır, məşqə gedə bilmərəm sözün dedikcə ağrıların daha da uzanacaq. Amma ağrıya bədəndə xamlıq ola-ola, əzələ ağrısı ola-ola, o da ki, normal haldır hər kəsə. Demək, sənin bədənin əzələn bunu təsiri götürür, məşqi götürür deyənə bədəndə xamlıq var. Və ağrı ola, məşq edəcəksənsə, sənin ağrıların daha tez keçəcək. Bizim Limak Fitness Parkın 2 zalımız var, qadın və bəylər zalı. Demək olar ki, fərqli zallardır.